San Diego'nun Murphy Canyon yaşayış massivində səhər saatlarında dəhşətli təyyarə qəzası baş verib. Teterboro hava limanında qalxan və San Diego'ya doğru istiqamətlənən Cessna təyyarəsi eniş zamanı yüksək gərginlikli elektrik xəttlərinə toxunaraq yerə çırpılıb. Qəza nəticəsində təyyarədəki 6 nəfərin hamısı həlak olub. Onlardan biri məşhur musiqi agenti Sound Talent qrupunun həm təsisçisi və lisenziyalı pilot Dave Shapiro olub. Tanınmış musiqiçi Daniel Williams da həyatını itirib. Təyyarənin evlərə çırpılması nəticəsində 15-dən çox ev və bir neçə avtomobil yararsız hala düşüb. Yanacaq sızması səbəbindən güclü yanğın baş verib. Hadisə yerinə təcili yardım, yanğınsöndürən və xilasedici qruplar cəlb olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə təxminən 100 nəfər təxliyə edilib, 8 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dağıntılar altında insanların olub-olmaması ilə bağlı axtarışlar davam edir. Hadisənin səbəbinə gəldikdə isə ilkin ehtimallara görə bu dumanlı hava şəraiti ilə bağlı olub. Qəza ilə əlaqədar Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya Administrasiyası araşdırma aparır. İlkin hesabatsa 2 həftə sonra açıqlanacaq.